Allah cəm şəhidlərimizi qurbanşıq eləsin. Və hər kəsə bir şəhid qardaşımız təşəkkür bildirirəm ki, bu günləri Ucqar kənddə şəhidimizin əzizlərini, yaxınlarını və şəhidimizi ziyarətsiz qoymadınız. Allah razı olsun hər birimizdən. Bəli, şəhid ailəsinə heç bir şey lazım deyil. Şəhid ailəsinə bu cürlə yanında olub mənəvi dəstək olmaq lazım. Onlar heç kimdən başqa heç nə olmurlar. Çünki hamımız bilirik ki, şəhidlərimiz öz əzizlərini, öz yaxınlarını göz yaşlı qoyaraq bizlər üçün, bizim gələcəyimiz üçün, balalarımızın gələcəyi üçün canlarını fəda etdilər vətən üçün. Onun üçün də bizim bir borcumuz var ki, hər zaman bu şəhidlərimizi yaşadaq, onları ziyarət edək. Bizim boynumuza bir vətəndaş kimi düşən yük budur. Ruhu şad olsun cəm şəhidlərimizin. Amin. Mustafa qardaşımızdakı xüsusi təyinatların sayılıb seçilmiş bir nümunəvi olan bir insan oldu. Allah ruhunu şad eləsin. Allah səbir versin qardaşa. Biz Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq hər zaman çalışırıq ki, birgə şəhidlərimizin ziyarətində olaq və heç bir şəhid anasını, şəhid atasını məzar başında tək qoymuyor. Hər zaman onların yanında olaq. Çünki şəhid atası, şəhid anası o məzar başında tək qalarkən ən dözülməz an o həmən an olur. Biz də bir vətəndaş olaraq, bir millət olaraq heç ona şərait yaratmayaq ki, o analar, o atanalar məzarın başında tək qalsınlar. Allah hər birinizdən razı olsun, minnətlər hər birinizdən. Ruhu şad olsun qardaşım, Allah səbir versin. Şəhidlərimiz Allah rəhmət eləsin, gələr zəhmət olsun. Biz bugün burada Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq Mustafa Bağanın il dönüm arasına gəlmişik. Qaraş qardaşın yanında olur. Ailənin dəstək olmaq bizim mənəvi borcumuzdur. Biz bu borçları bilirik, o borçları bilməyənlər də, dərk eləməyənlər də özləri bilsinlər. Ancaq o evlatlar Azərbaycan tarixinə böyle bir səhifə yazdılar ki, o səhifə heç vaxt silinməz, daimi qalan səhifədir. Qızıl hərflərlə yazılmış tariximizə zəfər qələbəsi yazan oğullardırlar. Mərd, cəsur, qorxmaz. Halal uşaqlar hamısı, hər bir-birinə fərqlənir. Bunları yaradan vətən üçün yaratmışdı, bu oğullar vətən üçün idi. Neçə yüz illərdən bəri torpaqlarımız işğalda qalmışdı. Kafirlərin ayağının altında tapdalanırdı. Nəhayət ki, Ali Baş Komandanın siyasətinin nəticəsində dəmir yumruq əməliyyatını başladılar. Bunlar Ali Baş Komandanın ətrafında birləşib vətənin harayına qalxdılar və vətəni azad elədilər bir hissəsini. Bizim dilbər düşərimiz olan Qarabağ bölgəmizi bu evlatların sayəsində Qarabağdan təmizlədilər. Bir qırıq qorxular qalmışdı, antiterror əməliyyatında da onları təmizlədilər. Şükürlər olsun bugünkü günə Qarabağ Azərbaycanın olub. İndi də Azərbaycanın da gələcəkdə də bir onların sayəsində yəqin ki Azərbaycan olar. Bu işğalda qalan torpaqlarımız da yəqin ki onlar da işğaldan azad olar. İnşallah Azərbaycanın bu tövliyi təmin olunar. Nə vaxtda. Allah qismət eləsin bu xalqa. Bu xalqa bu günü yaradan evlatlar, ruhları şad olsun. Gəlib bir burada vaxtlarını keçirir, vəziyyət çəkir. Allah
bunları yad edenler var olsunlar. Ki yaxşıdır, heç olmasa bizə dəyər verənlər var. Bu dəyər verənləri görəndə valideynlər də təsəlli tapır ki, heç olmasa evlat nəyə görəsə bu xalqa verdiyi qiymətə görə dəyər verənlər də var. Var olsunlar. Var olsun Ali Baş Komandan, ülkə başçısından əksik olmasın. Bütün valideynlər evlatlarının xoş günlərini görsünlər, onlara qismət olsun. Bu evlatların qaldıqları bayraq həmişə yüksəklikdə dalğalansın. Xalqımız da daha məğlub xalq kimi yox, qalib xalq kimi xalqlar arasında fərqlənsinlər. Hər birinizə uğur diləyirəm, valideynlərə səbr edin. Çok sağ olun. Müasir müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi uğrunda həyata keçirilən əks-hücum əməliyyatlarında, yəni Ermənistanın və erməni millətçilərinin 19-cu əsrin ilk illərindən başlayaraq 1. Pyotrun tərəfindən uydurulmuş Böyük Ermənistan yaratmaq ideyasını həyata keçirmək, reallaşdırmaq məqsədi ilə 20-ci əsrin əvvəllərindən başladıqları siyasi xəttin davamı olaraq 1988-ci illərdən başlayaraq ermənipərəst Qarbaçovun hakimiyyətə gəlişindən sonra erməni millətçilərinin, yəni Qarbaçovun ətrafında olan ermənipərəst dairələrin və onun Komünist Partiyasının həyata keçirdiyi siyasi xəttin nəticəsi olaraq və Azərbaycanda formalaşdırılmış hakimiyyətçiliyin nəticəsində Azərbaycan torpaqlarının işğala məruz qalmasının nəticəsi olaraq Qarabağımızın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının ərazilərinin bütövləşməsini təmin etmək məqsədi ilə Azərbaycan xalqının Azərbaycan Respublikası rəhbərliyinin həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsi olaraq bugün il dönümünə toplaşdığımız 2-ci Qarabağ müharibəsində xüsusi xidmətləri olan bütün təyinatlı qüvvələrin tərkibində döyüşmüş və çox böyük qəhrəmanlıq, igidlik, cəsurluq nümayiş etdirmiş, vətənpərvərlik nümayiş etdirmiş və müasir Azərbaycan Respublikasının 20 illik tarixini qurub yaratmış Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu məqsədyönlü düşülmüş daxil və xarici siyasətinə dəstək verərək, onun komandanlığı ilə döyüşməkdən qürursu keçirərək ən yüksək zirvəni fəth etmiş Qasımov Mustafa Dadaşoğlu'nun 2-ci Qarabağ müharibəsində xüsusi xidmətlərini biz bugün sonra qeyd eləməliyik. Yəni ki, Azərbaycan Respublikasının bütövləşməsində ərazilərinin tam şəkildə erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi xidmətlər göstərmiş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. Xüsusi olaraq qeyd eləmək lazımdır ki, 88-ci illərdən başlayaraq Azərbaycanda baş verən proseslərin, eyni zamanda Sovet hakimiyyətinin, onun siyasi varisi olan Rusiya Federasiyasının anti-Azərbaycan siyasətinin, anti-Türk siyasətinin nəticəsi olaraq, ermənipərəst siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanda formalaşdırılmış hakimiyyətçiliyin nəticəsi olaraq Azərbaycan torpaqları işğala məruz qalmışdır. Belə bir şəraitdə Azərbaycan torpaqları bütövləşməsi üçün Azərbaycanın müstəqillik itirdiyi bir vaxtda Azərbaycan xalqı müdriklik nümayiş etdirərək özünün siyasi lideri, yəni müasir Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyevə müraciət etmişdir. Həmin müraciətdən sonra 1993-cü illərdən başlayaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı çox ciddi tədbirlər həyata keçirilmişdir. Yəni Azərbaycanda ordu quruculuğunun, Azərbaycan iqtisadiyyatının yüksəldilməsi və sair istiqamətlərdə Ermənistanın işğalçılıq siyasətinin dünya miqyasında tanınması istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq dünya ölkələri Ermənistan Respublikasını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş 1967
1974-cü ildə qəbul etdiyi qətnamələrin tərəflərinə uyğun, yəni 2330 saylı, 3314 saylı qətnamələrə əsasən təcavüz anlayışının mahiyyəti, hüquq əsasları həmən qətnamələrdə qeyd edilməsinə baxmayaraq və eyni zamanda təcavüz siyasətini həyata keçirən ölkələrin hərbi cinayət törətmiş ölkə olaraq tanınması həmin maddelərdə öz əksini tapmasına baxmayaraq Ermənistan Respublikası təcavüzkar ölkə olaraq hərbi cinayət törətmiş ölkə olaraq tanınmadığına görə və eyni zamanda beynəlxalq ölkələrin, beynəlxalq təşkilatların, dünya ölkələrinin, BMT-nin Təhlükəsizlik Şurasına daxil olan böyük ölkələrin Ermənistan Respublikasına beynəlxalq qadağaların, embargoların tətbiq edilməsini və eyni zamanda beynəlxalq ictimaiyyətin iradəsinə tabi edilməsi istiqamətində və eyni zamanda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının, Təhlükəsizlik Şurasının hələ 1993-cü illərdən qəbul etdiyi 4 qətnaməsinin icra edilməsini tələb eləmədiyinə görə müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin ən layiqdalanıcısı müasir Azərbaycanımızın 20 il tarixini yazmış müdrik rəhbərimizin siyasətini uğurla həyata keçirən cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinin və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinin tələblərinə uyğun olaraq beynəlxalq hüquq normaları və prinsiplərinə əsasən Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi, Respublikamızın ərazilərinin düşmən işğalına bir dəfəli son qoyulması istiqamətində əsasən öz üzərinə düşən vəzifələrin ötəsindən layiqincə gələrək 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan Respublikasına qarşı Azərbaycan Respublikasının işğal olmuş ərazilərinin işğaldan azad edilməsi istiqamətində əks-hücum əməliyyatları həyata keçirilmiş və Azərbaycan Respublikası 44 günlük müharibədə, Vətən müharibəsində dünya ölkələrinin 30 il müddətində həll edə bilmədiyi məsələləri bu cür qəhrəman it oğullarımızın, yəni əbədi yaşarlıq zirvəsini fəth etmiş Qasımov Mustafa Dadaşoğlu kimi millərlə qəhrəmanlarımızın igidliyi sayəsində, cəsurluğu sayəsində Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü sürəni tam şəkildə təmin etmişdir. Demək olar ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu məqsədyönlü düşürülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq və bu siyasətə Azərbaycan xalqının, Azərbaycan ordusunun verdiyi dəstəyin ölkəmizdə formalaşmış milli birliyin, həmrəyliyin məntiqi nəticəsi olaraq və bu cür qəhrəman oğullarımızın igidliyi sayəsində 21-ci əsr tariximizdə yeni bir Azərbaycan, dünya miqyasında mövcud olmamış Azərbaycan Respublikası yaradılmışdır və dünyaya təqdim edilmişdir. Tüm bunların mənbəyində müdrik rəhbərimizin 15 iyun 93-cü ildən etibarən həyata keçirdiyi siyasi xətt və bu siyasətin davam olaraq 2003-cü ildən etibarən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dayanır və bu siyasəti Azərbaycan xalqının dəstəyi bu cür oğulların qəhrəmanlığı sayəsində və onların dəstəyi sayəsində Respublikamız dünya miqyasında mövcud olmamış dərəcədə daha da böyük sürətlə inkişaf etmişdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı, ordumuzu qorusun, Allah sizə səbr təmkin versin. Həqiqətən biz hər bir şəhidimizlə qürur hissi keçiririk. Onlar dünyada yaşayan hər bir Azərbaycanlıya baş ucalığı bəxş ediblər, qürur verici hərəkətlər ediblər. Yəni ki, şəhid adına layiq olmaq üçün insan vətən yolunda, torpaq yolunda canlı qurban verməlidir ki, onun da bəhrəsini biz bugün görürük. Allah Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, müasir Azərbaycan Respublikasının qurucusu və banisi bu cür qəhrəman gid oğullarımızın qəhrəmanlığı sayəsində şəhidlik zirvəsini fəth etməsinin məntiqi nəticəsi olaraq yeni bir Azərbaycan Respublikası quraraq dünyaya təqdim etmiş Cənab İlham Əliyev qorusun. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, onları qəhrəman köprüdən atalara, analara can sağlığı, uzun ömür, səbir təmkin versin. Amin.
Demək Başınız sağ istəmirəm. olsun. Allah tanrı bütün şəhidlərimizin ruhunu şad eləsin, yerlərini cənnət məkan eləsin. Ata-analarına Allah təala səbir Allah şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə Allah şəfa versin. Mən də əziz şəhidimizin təhsil aldığı məktəbin rəhbəri olaraq bugün hər birinizə təşəkkür edirəm. Xüsusilə Turan Şəhid Ailələri Birliyinə. Sizin bu zəhmətiniz danılmazdır, əziz qardaş bacılarımız, əziz şəhid ailələrimiz. Sizlər bizim əmanətimizsiniz. Biz həmişə sizi görəndə qürur hissi duyuruq. Çox sevinirik ki, məhz sizi kimi bizim əmanətlərimiz var. Mən çox sevinirəm, çox qürurlanıram ki, şəhidimiz Mustafanın belə Vətən oğlumuzun böyüyüb boyu başa çatdığı bir kəndə və məzun olduğu bir məktəbə öz peşə vəzifəmi icra etmək üçün gəlmişəm. Mən sizə inandırım ki, 5 ildir bizim xalqımızın adət-ənənələrini özündə cəmləşdirən Novruz bayramında bir tonqal yandırmaq istəyirəm. Amma şagirdlərimiz deyir ki, müəllimə, xeyr, olmaz. Çünki biz Mustafanı itirmişik, bizim şəhidlərimiz var. Körpə uşaqlar belə şəhidlərimizin ruhuna xatir, mən gəldiyim gündən baxıram ki, bayram ocağı yandırmayıblar. Amma bu il arzumdur, bütün kollektivimizin arzusudur ki, biz sizləri də gözləyərik həmin günü ki, gələsiniz, biz də bu kəndin ocağını yandıraq və əlbəttə ki, Dadaş dayının, Nəzakət xalanın icazəsi ilə və onlar yandıraraq bizi o ocağın ətrafında, qoy bu kəndin də ocağı yansın, mənfur düşmən görsün ki, Oğullar Yurdu Azərbaycanın həmişə ocağı yanır. Bu mənim arzumdur. Mən hamıdan bunun üçün dəstək də istəyirəm və bütün kəndimizi burada görmək istəyirəm. Mən bura gələndən bu kənddə o qədər mehribançılıq gördüm ki, xüsusilə Dadaş dayının və onun ailəsindən artıq özümü buyurdum bir evladı, bir qızı sayıram. Burada mənim neçə evlərim var. Mən onu belə sayıram və çox fəxr edirəm bu qədər yorulmadan, usanmadan hər gün gəlib getməyimlə, öz peşə vəzifəmi icra etməyimlə. Mənim doğmalarım, siz hər biriniz mənim doğmalarımsınız. Allah dövlətimizi qorusun, Allah vətənimizi qorusun, Allah cənab prezidentimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə can sağlığı, şəfa versin. Mən təkcə Mustafamızın, Samirimizin, bacısı, bibisi deyiləm. Mən bütün şəhidlərimizin, bütün qazilərimizin bacısıyam. Qoy indən belə Oğullar Yurdu Azərbaycanda Oğuz elində toy bayram olsun. Qazilərimiz sağ alsınlar, şəfa tapsınlar və onların indən belə toyları olsun, nişanları olsun. Mənim kimi bacılar da, xonşalar tutsunlar və qardaşlar üçün elçi getsinlər, toylar olsun. Hamınıza təşəkkür edirəm. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Allah razı olsun. Allah sizin kimi müəllimələri elimizdən, obamızdan əskik eləməsin ki, gələcəyə vətənpərvər gənclər yetişdirirsiniz. Çox sağ olun. Gələcəkdə də bizim Azərbaycanımız güvənli əllərdə olur. Allah razı olsun. Çox sağ olun. Bizim bu vətənpərvərlik bir ailədən, bir də oxuduğu o təhsil ocağından başlayır. Əgər orada sizin kimi müəllimələr olub, şagirdləri həqiqətən vətənpərvər yetişdirsə, Azərbaycanın gözəl gələcəyi olar. Təhsil önəmlidir, amma vətənpərvərlik təhsildən də önəmlidir. Çünki vətəni qoruyan vətənpərvərlər olur, vətənsevərlər olur. Allah razı olsun sizlərdən. Çox sağ olun, Allah sizdən də razı olsun. Bizim bugün bir arada cəm olmağımız, bizim bugün birliyimiz üçün biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Evet. Onlar bizi bir araya gətirdi. Mən ta uşaq idim. Bir gün gecə saat 12 idi, gördüm, hətta belə deyim, çörək növbəsində belə bir-biri ilə dalaşan qonşular belə artıq cəm olub, gecə saat 12-də
Bakıya gedirdilər. Mən onda məktəbli idim, atamdan soruşdum ki, insanlar hara gedir? Dedi ki, mənim qardaşım Heydər Əli hamını çağırır. Dedi ki, dedim nəyə çağırır, mən bilmirəm. Atam Heydər Əliyevə qardaş deyirdi. Mən də həqiqətən elə bilirdim qardaşıdır. Deyirdim, bəs niyə qardaş bir dəfə bizə gəlmir, mənim əmrimdirsə? Öz-özümə uşaq dünyamda fikirləşirdim ki, yəqin işləri çox olur onunla əlaqədar. Atam dedi, qızım, indən belə bu xalq yaşayacaq, bu xalqa ölüm yoxdur. Çünki Heydər Əliyev hakimiyyətə gəlir. Mən bu birliyi uşaqkən, məktəbdəykən həmin o anda gördüm ki, insanlar bir yerdə birləşdilər və prezidentimizin, ulu öndərimizin çağırışına getdilər. Elə həmin dəmir yolumuz, yumruğumuz, birliyimiz sıx təməlini elə orada qoydu. Sonradan Vətən müharibəsində, 1-ci və 2-ci Qarabağ müharibəsində bizim bu birliyimiz daha da coşdu, dalğalandı, mükəmməlləşdi. İndi artıq Azərbaycan dünya miqyasında sözünü deyə biləcək, bütün dünyaya açıq alına baxa biləcək bir ölkəyə çevrilibdir. Qüdrətli xalqımız bir ölkəyə çevrilib. Biz hamımız fəxr eləyirik ki, nə xoş bizə ki, biz elə Azərbaycanlıyıq, nə xoş bizə ki, biz belə bir vətən oğullarının böyüyüb, boya başa çatdığı bir ölkənin vətəndaşıyıq. Biz bunun üçün çox qürurlanırıq. Məktəblərdə də hər zaman tədbirlərimizdə boldur, könül xoşluğundan biz mərd Azərbaycanımızın oğullarından və öz cəsurluğumuzdan fəxrlə danışırıq. Artıq bütün şagirdlərimiz də bu mövzuları dərindən bilirlər. Sərhəd bölgəsində də olmağımıza baxmayaraq, şagirdlərimizin hansını dindirsək, artıq özü-özlüyündə danışıqlarla bir roman yazar, bir əsər yazar ki, kitab nə böyüdə olar. Yenə də Allah şəhidlərimizə rəhmət eləsin. Nəzakət xanım, mən sizin qarşınıza baş əyirəm, sizin əllərinizi öpürəm. Siz bizim hamımızın anamızsınız. Dadaş dahi eynən də siz bizim hamımızın atamızsınız. Siz dünya miqyasında tanınan bir atasınız. Bir ata adının bir abidə qurmuş bir şəxsiyyətsiniz. Həqiqətən böyük bir statusa malik bir ailənin başçısısınız. Nə üçün? Çünki özünüz 1-ci Qarabağ müharibəsi veteranı, bir oğlunuz şəhid, bir oğlunuz qazi, bir oğlunuz hərbiçi. Bundan böyük nə ola bilər ki? Hamısının qarşınıza baş əyirik. Allah sizə can sağlığı versin. Sizinlə belə sizin başınıza toya yığışaq. Bizim əziz qardaşımızın toyuna, bacımızın toyuna gələk. İndən belə Oğuz yurdunda həmişə ocaq yansın, bir ocaqlar yansın, musiqi sədaları səslənsin. Qoy mənfur düşmən də görsün, bilsin ki, bu xalq yaşayır, yaşayacaqdır. Allah hamımıza can sağlığı versin. Quran birliyi, bizim əzizlərimiz, doğmalarımız, mən sizə bu kəndin adından, hamımızın adına təşəkkür edirəm. Çox sağ olun. Millətimizi qorusun. İndən belə Azərbaycan dövlətində heç bir müharibə olmasın, müharibə çətin proseslərdir. Bu hadisələrdən bildiyimə görə müharibə qəm, kədər, əzab, əziyyət deməkdir. Ordumuz da çox çətinlik bir dövrdə yaranıb, dövlətimiz də çətinliklə yaranıb. Mən gələcək nəsildən arzum odur ki, bu dövləti, bu ordumuzu daim olsun, daimi qoruya bilək. Millətimizi, qeyrətimizi, şərəfimizi tək bu neçə illərdə yox, gəlir uzun ömürlü olmağını istərdim. Qoy xalqımız həmişə xoşbəxt olsun, millətimiz sağ olsun, sizə can sağlığı, hamıza minnətdarım dedim. Çox sağ olun. Sağ olun.